Yeni bir vlogdan hər birinizi salamlayıram. Ümid edirəm yaxşısınız. Mən yaxşıyam və sizin üçün yeni maraqlı bir vloqa başladım. Vlogumu sizin də sevdiyiniz kimi təmizlikdən başlamışam. Mənim günümün bir çox hissəsini demək olar ki, təmizlik alır. Burada paylaşa bildiyim şeyləri sizin üçün çalışıram ki, çəkim və paylaşım. Amma elə təmizlik işləri var ki, onları mən heç sizə çəkib çatdıra bilmirəm. Amma belə çəkə bildiyim hər şeyi çalışıram ki, çəkim və sizə də motivasiya olsun. Təmizlik işimə də qızlar başladım mətbəxdən. Çünki səhər yemək yemişdik və burada çıxan qabları, ümumiyyətlə ortalığı təmizləmək lazım idi. Və qabları da əvvəlcədən yuyulanları yığışdırdım. Bundan sonra isə keçirəm yenidən yuyulmalı olanları da yuyub təmizləməyə. Alinanı çox zaman göndərirəm otağa, yeməyini filan verdikdən sonra mən də başlayıram, ortalığı toplayıram ki, rahat olsun, həm də ortalıq təmiz olsun. Biraz da hiss elədim ki, hava nəsə soyuqdur. Ümumiyyətlə bu günlərdə mən bilmirəm ki, nə geyinim. Biraz qalın geyinən kimi isti olur, nazik geyinəndə isə soyuq. Ona görə də bəzən əynimi gündə neçə dəfə dəyişirəm. Gah qalın geyinirəm, isti olur, yenidən dəyişib naziyə keçirəm və bu formada da günlər keçir. Ümumiyyətlə bu havalarda yəqin ki, təkcə məndə yox, bir çoxumuzda belədir. Təmizliyim isə elə də bir dərindən təmizlik etmirəm. Sadəcə qabları təmizlədim. Buranı isə çalışacağım ki, domestosla yuyum. Çünki mən bəzən belə edirəm. Bu zaman daha təmiz olduğunu hiss edirəm və belə daha rahat olur. Çaynikimi də doldurdum, qoydum. Çünki Alinaya mən ilıq su verirəm. Bu zaman da çaynik dolu olanda mən rahat oluram. Qazımın üstünü də belə çox dərinləməsinə olmasa da təmizlədim. Çünki çörək qızardırıq biz səhərlər və bu zamanda istər-istəməz qazın üstü batır. Başladım buranı da domestoslamağa. Mən əlcək taxmaq istəmədim. Dedim onsuz da tez 5 dəqiqəlik bir işdir. Buna görə də bir paket köməkliyi ilə belə domestosladım buranı. Çünki əlimi vurduğum zaman əlim çox pis olur. Buna görə də çalışıram ki, əlim domestosa dəyməsin. Və biraz domestosu yuduqdan sonra isə artıq əlimdəkini də atdım ki, belə rahatlıqla silib təmizləyə bilim. Paltarlarım da yuyulub artıq bitmişdi. Onları da sərdim. Bundan sonra isə keçirəm yemək hazırlığına. Artıq düzdür, burada biraz vaxt keçib, biraz günorta oldu. Alinanı yatırdım. Bundan sonra isə gəldim yemək hazırlığına. Yeməyi isə biz əslində toyuğu qızartmaq istəmişdik, amma sonradan fikirləşdik ki, peçdə belə kartoşka və tərəvəzlərlə birlikdə toyuğu qızardaq. İndi də sizin üçün ayrıntılı formada hər şeyi çəkmişəm. Yəni burada resept deməyə ehtiyac yoxdur. Onsuz da videoda nə görürsünüzsə onlardan istifadə etmişəm.
Bu arada burada sizə bir şey demək istəyirəm ki, əgər toyuq budlarının dərisini çıxarmaqda çətinlik çəkirsinizsə, belə mətbəx salfetkası ilə etsəz daha rahat olacaq. Qızlar, bu arada onu deyim ki, yemək çox dadlı alınmışdı. Bilmirəm uzun müddətli etməmişdi, yoxsa həqiqətənmi yemək dadlıydı, amma çox dadlı alınmışdı. Düzdür, görüntüsü o qədər də yaxşı görünməsə də, yemək həqiqətən də dadlıydı. Əgər siz də belə yemək fikri axtarırsınızsa, bunu yoxlayın. Yəni evdə yeyən hər kəs çox bəyəndi. Sizin üçün də artıq ən sonda çəkmişəm, nə qədər qalmışdı yeməyi. Düzdür, bişən kimi sizə çəkmədim, unutdum bunu. Amma yemək yediyimiz zaman sizin üçün də bir balaca da olsa kadr çəkmişəm. Həmişə toyuq bişirdiyim zaman isə mən biraz toyuq ətindən qorxuram. Buna görə də əgər əlim dəyibsə, bütün istifadə etdiyim hər şeyin üstünü belə salfetlərlə silirəm. Fairy'nin də bu salfetləri yaxşıdır. Düzdür, mən Sleepy'ni çox bəyənirəm. Amma məncə mətbəxdə Fairy'dən də istifadə etmək olar. Yaxşı da təmizləyir. Bundan sonra isə artıq neçə gündə aldığımız göyərtilər var idi. Bunları da təmizləyirəm, yuyuram. Həm Alina üçün istifadə edəcəm, həm də belə yeməklərdə onsuz da istifadə olunur. Kızlar, yemeğimizin son görüntüsünü də sizə göstərirəm buradan. Düzdür, görüntü o qədər də yaxşı görünməsə də, dadı çox yaxşı idi. Siz də sınayarsınız və fikirlərinizi mənə yazarsınız. Kızlar, axşamınız xeyir. Deməli, neçə gündür aldıqlarımız var. Həm Alina üçün, həm də özümüz üçün. Elə fikirləşirdim ki, onları açım, amma sadəcə sizinlə açmaq istəyirdim. Buna görə də indi gəlin onları birlikdə açaq. Biz bu beşiyi demək olar ki, saxlama alanı kimi istifadə elədik də. Yəni bu il 1 il tamam olur. Alina burada yatmadı.
Ona görə də bunların hamısını yığmışam bunun içinə. Gəlin indi hamısını birlikdə açaq, baxaq nələr var. Deməli sizə göstərəcəm ilk aldıqlarımızı. Baxaq burada nə var. Belə bir koftadır qızlar. Sabah geyinəcəm bunları. Ona görə də bunun üstü niyə belə olub? Buna görə də elə fikirləşdim ki, bugündən açım. Sadə belə bir koftadır. Sabah üstümdə də sizin üçün çəkərəm və çalışacağım ki, burayı yerləşdirim. XL razmeri. Qiyməti də 25 manatdır. Belə Terranovadan almışdıq. Keçirik New Yorker'dən aldıqlarımıza. Deməli, burada yoldaşım üçün bir köynəkdir. Belə sadə bir şeydir, boz rəngdə. Bu 13 manat idi. Belə materialı da gözəldir. Özümə də sadə qara bir şalvar aldım. Bunu kotondan almışdıq. Deməli, razmeri də L32-dir. Belə bir şalvardır. Sizə balaca gələ bilər, amma əynimə oldu. Hətta biraz boş oldu. Yəni yaxşı oldu. Boş dediyim yaxşı oldu, normal oldu. Qiyməti də 36 manatdan düşüb 30 manata. 29.99. Bundan sonra keçirik LC2-dən və Bebeto'dan Alina üçün aldıqlarımıza. Əvvəlcə bunu göstərim sizə. Belə bir don aldıq. Bunu biz Alina'nı bir yaş çəkilişinə aparacaq. Həm də bundan əlavə də mən axtarırdım ad günündə geyinməyə paltar. Bunu da Bebeto'dan aldıq. İndi qiymətini də sizə göstərəcəm. Deməli qızlar, bunu Alina'ya geyindirəndə çıxarmışdım. Çünki üstündə sancaqla vurulmuşdu. 59 manatdır bu da. Çox gözəldir materialı. Belə 12 aya uyğun belə bir paltar aldıq. LC2-dən də belə bir papaq aldıq. Çox şirindir, çox gözəldir. Başını da isti saxlayacaq belə. Baxın, belə gözəl bir papaqdır. Sonra da nəhayət ki, kurtka. Deməli, papaq 15 manatdır. Papaq 15 manat, 6-18 ay. Kurtka da kurtka 80 manata düşüb 100 manatdan. Qızlar, deməli bunlar da Alina'ya alınıb. Bu keçən vlogda əslində göstərməliydim sizə. Səhv etmirəmsə göstərməmişəm. Bu vlogda baxaq. Keçən dəfə də sizə dedim ki, dəyişməyə gedirik. Çünki razmeri Alina'ya böyük olmuşdu və bunu aldıq. Bunu da 23 manat almışıq. Nərmanov metrosunun yanında bir mağazadan. Lazım olsa ünvanı yazaram sizin üçün daha dəqiq. Belə bir ayaqqabıdır. Kənarından açılır, rahatdır geyinmək. Bunlar hədiyyəyə gəlmişdi. İndi çıxarmışam ki, bunları fotosesiyada geyinər. Baxacağım ayağına olursa. Bu da LC2-dən alınıb. Qiymətini bilmirəm. Sonra belə bir papağımız var idi. Bebeto'dan almışdıq bunu da. Qiyməti 10 manat idi. Əvvəl almışdıq bunu. Bu il geyinəcək bunu da. İstədim bunu da sizə göstərim. Qızlar, gəldim otağa. Alina'nı yatırmaya çalışdım. Yatmır ama. Vəhşilik eləyir. Otağımda halı. Hər gün bu formadadır. Şaban kimi artıq çalışmayacağım demişəm. Başım bırakmışam evin. Biraz belə qalsın. Alina yatandan sonra yığışdıracağım.
Görün nə qəşəngdir. Əlimi nəyə vursam Alinaya şirin gəlir. Ha, nə edirsən bunu? Bəbə. Həmişə də gəlir gözlərinə barmağını salır. Gözünü çıxarmağa çalışırsan Alina. Bax nə qəşəng qızdır qızlar. Bu arada saçları da deyəsən təbii saçdır. Çox qəşəngdir belə. Elə bil ki, həqiqi bir saçdır. Məncə həqiqidir, amma dəqiq bilmirəm. Qın qın qın. Alina. Kimdir bu? Bəbə. Bəbə. Qızlar, deməli, Alina üçün müalicə yazdığı zaman həkim inqalyasiyada yazmışdı. Biz də getdik, belə bir aparat aldıq. Bunda 54-55 manata almışıq. Bunu da təcili yardımdan bizə vermişlər. Əslində üstündə həm böyük üçün, həm də balaca uşaqlar üçün olan hissəsi var. Yəni bu ağızlıq hissəsi deyək. Alina da burada kömək edir ki, mən danışım. Yəni belə. Qızlar, baxın, mən sizə bunu da göstərməmişəm. Bunu da belə yazdım. Bunu hardan Bebetodan almışıq deyəsən. Dəqiq yadıma gəlmir, axır Moldan almışdıq. Bilir bir şeydir. 19 manata almışıq bunu. Bizdə biraz ev sərin olur. Səhər oyandıqdan sonra bir müddət geyindirirəm bunu Alinaya. Və çox isti saxlayır. Həm də çox qəşəngdir belə. İçərisi belədir, üstü tüklü formada. Belə bir şey də almışdıq. Sadəcə sizə göstərməmişəm bunu. O qədər şey almışıq. Heç birini də təəssüf ki, sizə çəkə bilməmişəm. Aldığımız 3 kitab var idi. Belə səviyyələrə uyğun ingilis dilində kitablar. Əli və Ninodan da 3 dənə belə bir kitab almışıq. Bunların içində hekayələrdir. Belə qısa formada hekayələr olanı da var. Uzun formada olanı da var. Tərcüməsi olanı da. Qızlar, burada da mamamgildə idi. Sizin üçün də bir neçə kadr çəkmişəm. Əsasən burada yemək hazırlamaqla daha çox vaxtımız keçdiyinə görə elə istədim bişirdiyimiz yeməkləri də sizə göstərim. Burada toyuğu belə sulu formada, üstünə də yumurta əlavə edəcəkdik. Belə dadlı bir yemək hazırlayırdı mamam. Daha doğrusu hamımız kömək edirdik. Daha çox təbii ki, mamam bu yeməkləri hazırlamağa vaxt sərf edib. Burada aşımız var idi və Alinanın olmazsa olmaz supu da burada hazırlanır. Alina da gördüyünüz kimi özü üçün qucaqda gəzir. Burada da anam belə bir göyərtiləri dondurmuşdu. Bunu biz həmişə edirdik. Düzdür, mən indilərdə etməsəm də belə çox rahat olur. Burada da fıstıq əzməsi var idi. Bunu da sizin üçün çəkdim. Sonra da qayıdırıq evə, artıq axşam olub və mən sizin üçün növbəti günü çəkəcəm. Qızlar, deməli, Alinanın biraz qarnında problem olduğu zaman, yəni qəbzlik problemi olduğu zaman, düzdür, çox vaxtı olmur, normal olur. Amma olur da bəzən. Bu zaman o qırmızı almalar var ya da armud. O almadan verirəm. Bunun içində həm də D vitamini, dəmir deyəsən daha çoxdur. Rəngindən də bilinir. Belə soyuq olduğu zaman alma vermirəm. Altında isti eləyirəm belə suda. Bundan sonra verirəm. Yəni bu bişməyib. Kiçik rəndədən keçirmişəm bunu. Və baxın bu formada olub. İndi biraz istilənsin. Bunu verəcəm Alinaya. Qızlar, dediyim alma da baxın bu almadandır. Adı yadımdan çıxdı hal-hazırda. Amma bundandır. Belə bir neçə dənə alırıq Alina üçün. Bitdikcə təzə-təzə alıram. Belə birdən-birə çox almırıq. 3 dənə, 4 dənə belə alırıq. Alma olmadığı zaman da armudlar var. Onlardan alırıq. O üstü paslı armuddur. Yoxsa nə gedirsə bilmirəm. Konfransdır deyəsən adı. Səhv demiş də ola bilərəm adını. Amma onlardan alırıq. Bu da Alina da bizi son mənzilə uğurlamaq istəyir. Burada gəlib qazla oynayır. Nə qədər desəm də olmaz. Olmaz. Nədir?
Biraz sözə baxır. Olmaz dediyim zaman biraz sözə baxır, sonra təsiri qurtarır, elə bil yeni başlayır eləməyə. Amma heç olmazsa olmaz deyəndə sayır adamı. Çox sağ olsun. Bax yenə. Olmaz. Da qızlar səhər Alina üçün almalı. Elə almanı bu formada keçirdim. Üstünə bir qaşıq yarım un, bir dənə də kənd yumurtasından vurdum və pankek formasında hazırladım. 2 bu boyda pankek alındı. Siz biraz qalın eləyərsiniz. Amma Alina yemədi. Özüm yedim. Çox dadlı alınmışdı. Əslində bunu mən düşündüm ki, elə dietik formada təbii ki onu başqa bir şeylə əvəz etmək olar ya da eybi yoxdur da un olsun içində. Elə bir formada şirniyyat hazırlamaq olar. Çayla içmək üçün superdir, yəni. Mən özüm yedim. Alina hamısını belə xırda-xırda böldü, atdı. Ağzına aparırdı yalandan, amma ki yemirdi. Yəni belə. Amma edə bilərsiniz, əgər uşaqlarınız yəni sevirsə. Çox şirin olur, qəşəng olur. Amma ki içində pesok yoxdur da. Yəni şəkər tozu qətiyyən vurmamışdım Alinaya görə. Amma ona baxmayaraq elə gözəl belə dadı var idi, həm də şirinliyi super idi. Yəni siz də həm özünüz üçün, həm də uşağınız yeyirsə yoxlaya bilərsiniz mütləq. Qaynanam da manatlıq mağazadan paltaryanımız üçün belə bir geyim almışdı. Və mən də onu geyindirdim ki, havalar soyuyur, soyuq olmasın paltaryanımıza. Ona gözümüz kimi baxırıq, görürsünüz də, paltarı köhnələn kimi yenisini alırıq. Nəticəmiz də belə oldu. Bəyəndim. Düzdür, bu görüntünü çox sevməsəm də başqa bir şey edə bilmirik. Hələ ki bu formada yaxşıdır. Burada da Alina üçün yemək hazırlayıram və göyərti ilə də daha dadlı olur yeməyi. Qızlar, deməli, axşam yeməyimi də götürdüm belə. Sulu toyuq yeməyidir. Kartoşkasını çox götürdüm. Belə balaca bir çörəyim var. İndi baxacağım, onun yarısını yeyəcəm yəqin. Burada salat elədim və ilıq su. İlıq su nə üçün lazımdır? Mədəm dolsun və aclıq hissim getsin deyədir bu. Və ara-ara da bu ilıq sudan içəcəm. Yəni mənim axşam yeməyim belə oldu. Vlogumu izlədiyiniz üçün hamınıza təşəkkür edirəm və vlogu burada bitirirəm. Növbəti vloqlarda görüşərik.